Satqınlar, hainlər, Azərbaycan millətinin düşmənləri danos yazır. İndikilər də yazır. O vaxt Politbüro yazırdılar. Bunlar isə Qərb ölkələrində danos yazır. İndiki o milli satqınlar dediyim o cinayətkar ünsur dəstəsi o vaxtın danos yazanlardan fərqlənmir. Yaxşı, cənab prezident, danosdan danışırsan, represiyalardan niyə danışmırsan? Represiyalardan da danışlar. Oturmuşsan bütün günü, ne bileyim, filan kəsə Avropaya yazırlar. Ora ben ağarsın millət yazıq. Sən qulaq asmırsan da, sənə yazırlar, heç birinə cavab vermirsən. Sənin sağdışlarına, soldışlarına yazırlar, heç kim heç birinə cavab vermir. Əksinə, yazan adamın başına oyun açırlar. Bəs bunu oturub fikirləşmirsən. Məsələn, mən Qazi Atası tanıyıram. Qazi Atası neçə illərdir, 18 aydır ki, Loğman Zülfüqarlının əlində aciz qalıb. Nə var, Loğman Zülfüqarlı bunun maaşını gecikdirib, bu da şikayət verib, bu da deyib ki, canıma qurban ol, məndən bir manat pul alarsan. İtə verərəm, qurda verərəm, sənə vermərəm. Qardaş, itə verir, qurda verir də. Bax, hakimlərə pul verə-verə, bu adamı salıb çöllərə. Bəs iç qurd nədir? İç qurd yəni hakimlərdir də. Bu hakim ona verir, o hakim buna verir. Bə, bu yazıq bədbəxt neynəsin ki? Heç bir məhkəmədə bunun xeyrinə qərar çıxarılmır. Bir dənə apellyasiya məhkəməsində qadın idi deyimlə onun xeyrinə qərar çıxartdı ki, halal da, sağ olsun. Bəs nə fikirləşirdin ki sən? Azərbaycanın iti qurdu o qədərdir ki, bu insanlar həmin o it qurdlardan əziyyət çəkir. Bəs bunu da yaradıcısı sənsən də. Sən bilməlisən ki, sən kimləri işə qoyursan, sən kimləri işdən çıxardırsan, kimlərə sərəncam verirsən, hansı şərəfsizlərə şöhrət ordeni verirsən, bunları verən sənsən də. Elə bir günə sistem yaratmışsan ki, sən deyirsən ki, neynirsiz elin, insanları əzün. Adicənə İranda o hadisə oldu. İran hadisəsində sən götürdün Astara kömrük məntəqəsini açdın, cəmaat oradan keçdi. Xaricilər idi deyimlə. Və sənin Rusiyada, sənin qardaşının olduğu ölkədə, Putinin idarə elədiyi ölkədə, nə fırıllaqda bilmirəm, sənin Azərbaycanlıların qırılır. Döyürlər, incidirlər, sən niyə SDK-nı açmırsan? Niyə bu Azərbaycanlılara çağırış eləmirsən ki, ay Azərbaycanlılar, gəlin, mən sizə heç birinizə heç nə eləməyəcəm. Mən adam kimi gəlin hərə öz evində iş yerləri açın, şərait yaradıram sizə, fabrik, zavodlar açıram sizə. Mənə Sibriz lazımdır, mənə kazino lazımdır, mənə fabrik, zavod lazımdır, cəmaat işləsin. Sən onu deginən, Sibrizdən, zatdan gələn pullar ticarətdən sənin cibvə gedəcək, sənin aylığın cibinə gedəcək, ondan bizə nə? Sən Azərbaycana da şərait yaratdı. Sən oturmuşsan, represiya edirsən Azərbaycanın bütün jurnalistlərini, nə bilim Azərbaycanı sənə yaltaqlanmayan, düz sözünü deyən insanları tutub basırsan içəri. Sən niyə ondan danışmırsan? Bəs Azərbaycanlı neynəməlidir? Şikayət eləməməlidir. Azərbaycanlının da gücü Avropaya çatır ki, ay xristiyanlar, ay nə bilim Allaha inananlar, bizə kömək eləyin. Biz müsəlmanı Azərbaycanda qırırlar. Biz müsəlmanın Azərbaycanda söz deməyə haqqı yoxdur. Biz müsəlmanları 5-6 dənə mafiyanın əlində qalmışıq. Bəziləri deyir, Qurtlar Vadisi Azərbaycan. Xeyr, mən Çaqqallar Vadisi deyərəm. Çünki qurtlarda insaf olur, çaqqallarda insaf olmur. Azərbaycan Çaqqallar Vadisidir. Ona görə də ki, sən bunları görməlisən. Əgər sən bunları görmürsənsə, demək bunların hamısı sənin zakazunla olan şeylərdir. Mən elə fikirləşirəm, bu mənim öz fikrimdir. Ona görə deyirəm ki, bu yaltaqlara demək istəyirəm. Yaltaqlar, bəs durun, az yaltaqlanın. Ay kasıb yaltaqlar, balalarınızı fikirləşin, onların gələcəyini fikirləşin. Siz bu varlı yaltaqlara baxıb həvəslənməyin. Varlı yaltaqlardan məsələn, Əli Əsadovu götürək. Prezidentin də hətta uşağını görəndə 2 qat əyilir. Amma ki, qapıdan keçəndə özünü elə dik tutur ki, elə bir günən dünənləri belində redikulit olan adam o dövr idi. Ona görə də deyirəm ki, bunların hamısı elə bir icra başçısı, elə bir məmur, elə bir şey yoxdur ki, yaltaq olmasın. Bunların hamısı yaltaqdır. Yaltaq olmasaydı onlar vəzifədə işləyə bilməzdilər. Amma onların yaltaqlanmağının səbəbi var ki, pul yığırlar. Sən bədbəxt nəyə yaltaqlanırsan?
Axı Azərbaycanda hal-hazırda insanlara qarşı terror gedir. İnsanların pis günə qoyulub. Deyirlər Azərbaycan 10 milyon. Xeyr, o seçkilərə görə 10 milyonda. Azərbaycanda heç 4 milyon adam qalır ya yox. Elə mənim tanışımın yarıdan çoxu hamısı xarici ölkələrdədir. Və bunu oturub fikirləşəndə siz fikirləşmirsiniz ki, balalarınızı nə günə qoyursunuz? Prezidentimiz deyir ki, mən belə, mən elə özləyim. Bu dəqiqə, Ukraynada mənim kefim kökdür. Hamı prezidenti geroy kimi tanıyır ki, hala Allah uzaq eləsin. Sabahları prezidentin o biri üzünü görsələr, bizim də gələ pis gün deyək. Axı, mənim Rusiyada qohumum var, mənim Rusiyada dostlarım var, mənim Rusiyada tanışlarım var. Azərbaycanlıların çoxsu, savadlı insanlar, bilikli insanların çoxsu Azərbaycandan qaçıb gedib. Azərbaycanlıları orada zülm eləyirlərsə, sən Azərbaycanın içində az zülm eləmişdin ki, indi onlar üçün şərait yaradıb orada zülm elətdirirsən. Bu hamısı nədən irəli gəlir ki? Bu hamısı elə gəlir ki, bu yazılmış senaridir. Kimin senarisidirsə gələcəkdə insanlar görəcək. Bari az yaltaqlanın.